Pensiyaların daha çox artırılması ilə bağlı yeniliklərdən vaxtında xəbərdar olmaq üçün videonu bəyənməyi, kanala abunə olmağı və videonu sona qədər izləməyi unutmayın. Beləliklə, artımların nə qədər olacağını və kimlərə şamil ediləcəyini ətraflı şəkildə öyrənə biləcəksiniz. Hər ilin yanvar ayında əmək pensiyaları indeksləşdirilərək artırılır və 2026-cı ilin yanvar ayından da bütün növ əmək pensiyalarının artırılması həyata keçiriləcək. Bu sözləri Bakusa açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, hazırda əmək pensiyalarının 3 növü var. Bunlar yaşa və əlilliyə görə əmək pensiyaları, eyni zamanda valideynlərini itirməyə görə əmək pensiyası. Hər üç pensiya indeksləşdirmə nəticəsində növbəti ilin yanvarından etibarən artımları müşahidə edəcək. Pensiya artımları 1,1 milyondan artıq vətəndaşımızı əhatə edəcək. Bu da təbii ki, birbaşa həmin vətəndaşlarımızın əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Artım faizi 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçiriləcək. Faizlərin miqdarı ilin sonuna doğru bəlli olacaq. Hələlik il başa çatmadığı üçün konkret artım faizi bəlli deyil. Amma 2025-ci ildə orta aylıq əmək haqqı nə qədər artacaqsa, ona uyğun olaraq 2026-cı ilin yanvarın 1-dən etibarən əmək pensiyası indeksləşdirilərək artırılacaq. Bu, əmək pensiyaları haqqında qanunun tələbidir. Bir neçə il öncədək təxminən 100 min vətəndaşımızın əmək pensiyası indeksləşdirildi. Amma artıq son illər o cümlədən 2026-cı ildə bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləği indeksləşdirilərək artırılacaq. Qeyd edək ki, 2025-ci ildə də əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilib. Belə ki, 2025-ci ilin yanvar ayından etibarən əmək pensiyaları orta aylıq əmək haqqının artımına uyğun olaraq təxminən 8%-dən çox artırılıb. Bununla yanaşı, fevral ayından minimum əmək pensiyası 280 manatdan 320 manata yüksəldilib. Nəticədə hazırda ölkə üzrə orta aylıq əmək pensiyası təxminən 530 manatdan artıqdır. Mütəxəssislərin fikrincə, 2026-cı ilin yanvar ayında həyata keçiriləcək növbəti indeksləşdirmə də pensiyaçıların gəlirlərinin artırılmasına xidmət edəcək. Qanunvericiliyə əsasən, bu artım 2025-ci ildə orta aylıq əmək haqqının illik artım faizinə uyğun müəyyən ediləcək. İl hələ başa çatmadığı üçün konkret faiz açıqlanmasa da, ilkin proqnozlara görə əmək haqqında artımın 9%-ə yaxın olacağı gözlənilir. Bu halda 2026-cı ilin yanvar ayından etibarən hazırda 320 manat minimum pensiya alan vətəndaşların pensiyası təxminən 350 manata yaxınlaşa bilər. Orta pensiya məbləğinin isə 580-600 manat səviyyəsinə yüksələcəyi istisna olunmur. Yaşa görə əmək pensiyası alan vətəndaşların da aylıq gəlirlərində nəzərə çarpacaq artım müşahidə ediləcək. Beləliklə, həm 2025-ci ildə həyata keçirilən artımlar, həm də 2026-cı il üçün planlaşdırılan indeksləşdirmə göstərir ki, sosial siyasətin əsas prioritetlərindən biri pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasıdır. Bu artımlar təxminən 1,1 milyondan artıq vətəndaşı əhatə etməklə onların gəlirlərinin inflyasiya fonunda qorunmasına və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. 2025-ci ildə həyata keçirilən indeksləşdirmə nəticəsində həm yaşa görə, həm də əlilliyə görə əmək pensiyalarında artımlar qeydə alınıb. Ümumilikdə 2025-ci ilin yanvarından pensiyalar təxminən 8%-dən çox artırılıb, fevral ayından isə minimum əmək pensiyası 320 manat müəyyən edilib. Hazırda 2025-ci ildə yaşa görə orta aylıq əmək pensiyası təxminən 540-560 manat civarındadır. Əlilliyə görə əmək pensiyası isə əlillik dərəcəsindən asılı olaraq dəyişir və orta hesabla 420-450 manat təşkil edir. Bu fərq əsasən yaşa görə pensiyaların əmək stajı və ödənilmiş sosial sığorta haqları ilə daha sıx bağlı olması ilə izah olunur. 2026-cı ilin yanvar ayından isə əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi nəzərdə tutulur. Qanuna əsasən, artım faizi 2025-ci ildə orta aylıq əmək haqqının artımına uyğun olacaq. İlkin proqnozlara görə bu artımın 9%-ə yaxın olacağı gözlənilir. Bu artım baş verdiyi təqdirdə 2025-ci ildə 550 manat yaşa görə əmək pensiyası alan vətəndaş 2026-cı ilin yanvarından etibarən təxminən 600 manat civarında pensiya alacaq. 2025-ci ildə 430 manat əlilliyə görə əmək pensiyası alan şəxsin pensiyası isə 2026-cı ildə təxminən 465-470 manata yüksələcək. Minimum pensiya alanlar üçün 2026-cı ildə məbləğin 350 manata yaxınlaşması ehtimal olunur. Beləliklə, 2026-cı ildə də hər iki pensiya növü üzrə artımlar təmin olunacaq. Lakin yaşa görə əmək pensiyalarında məbləğlər daha yüksək qalacaq, əlilliyə görə pensiyalarda isə artım nisbətən aşağı olsa da, indeksləşdirmə mexanizmi həmin pensiyaçıların da gəlirlərinin qorunmasına imkan verəcək. Ümumilikdə, həm 2025-ci ildə tətbiq edilən artımlar, həm də 2026-cı il üçün gözlənilən indeksləşdirmə sosial müdafiə sistemində ardıcıl və davamlı artım siyasətinin aparıldığını göstərir.